12 aprel 2026-cı ildir və həftənin bazar günü dəyərli izləyicilər, bütün dünyanın gözü İran-Amerika danışıqlarındaydı, amma gözlənilən nəticə olmadı. Vance Amerikaya döndü və çox pis nəticələrlə geri döndü. İran tərəfi Amerikanın təklif etdiyi sazişin şərtlərini qəbul etməyib. Bu barədə İslamabaddakı danışıqların yekununda jurnalistlərə Amerikanın vitse-prezidenti J.D. Vance deyib. Переговоры с Ираном длились 21 час, и у нас было несколько содержательных обсуждений с иранцами, и это хорошая новость. Плохая новость заключается в том, что мы не достигли соглашения, и я думаю, что это гораздо хуже для Ирана, чем для Соединенных Штатов Америки. Так что мы возвращаемся в США, не придя к соглашению. Мы очень четко обозначили, где проходят наши красные линии, в каких вопросах мы готовы пойти им навстречу, в каких вопросах мы не готовы пойти навстречу. И мы сделали это настолько ясно, насколько это было возможно, но они решили не принимать наши условия. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İrana qarşı dəniz blokadası tətbiq edə biləcəyi barədə məqalə paylaşıb. İslamabadda ABŞ-İran danışıqları razılaşma olmadan başa çatdıqdan sonra Donald Trump Truth Social platformasında İranın ABŞ-nin tələblərini qəbul eləməyəcəyi təqdirdə Vaşinqtonun dəniz blokadası tətbiq eləyə biləcəyini bildirib. Justin News nəşrində dərc olunan əgər İran geri çəkilməsə, prezidentin əlindəki Trump kartı, dəniz blokadası başlıqlı məqalədə qeyd olunur ki, belə bir addım bu ölkənin iqtisadiyyatına ciddi şəkildə təsir eləyər və İranın neft ixracından asılı olan Çin və Hindistan kimi ölkələrə də təzyiqi artırar. Məqalədə həmçinin bildirilir ki, Donald Trumpın belə bir addımı onun əvvəlki uğurlu blokada strategiyasını təkrarlaya bilər. Məqalədə vurğulanır ki, bundan əvvəl tətbiq olunan dəniz blokadası Venezuela iqtisadiyyatını çökdürdü və 2026-cı ilin yanvarında Venezuela lideri Nicolas Maduro'nun ABŞ tərəfindən ələ keçirilməsi ilə nəticələndi.